Hər il özünüzə yeni sözlər verir, amma 2 həftə sonra hamısını unudursunuz. Günah sizdə deyil, sisteminizdədir. Bugün sizə James Clear'in dünyanı bürüyən atomik vərdişlər və deyərdim ki, ondan da məşhur olan Napoleon Hill'in Düşün və Zəngin ol kitabından həyatınızı kökündən dəyişəcək olan əsas taktikalardan danışacağam. Ümid edirəm ki, çox səmimi və faydalı bir kontent alınacaq. Əgər hazırsınızsa çaydan, kofedən hazırlayın. Mən də bir suyumu götürüm, videoya başlayaq. Okey dostlar, videomuzun birinci hissəsi özümün də çox istifadə etdiyi və lazımi işlərimin sona qədər icra olunub bitməsində çox mühüm rol oynamış 2 dəqiqə qaydasıdır. İnsanlar çox vaxt düşünür ki, bir səhifə oxumaq, 1 dəqiqə meditasiya etməkdən ötürü vurnuxmaq axmaq bir hərəkətdir. Amma məna burada sizə başa salmalıyam ki, hansısa bir işi görməkdə deyil, özündə başlamaq vərdişini yaratmaqdadır. Əslində vərdiş daha yaxşılaşdırıla biləcəyi həddə qədər yerinə oturdulmalıdır. Başlamaq kimi əsas vərdişə sahib deyilsinizsə, sonra hansısa nüansları cilalaya bilməyəcəksiniz. Əvvəldən ideal vərdiş quraşdırmağa cəhd etmək yerinə müntəzəm olaraq hansısa sadə işləri görməyi öyrənməlisiniz. Elmi dildə desəm, başqa sözlə standartlaşdırma optimallaşmadan əvvəl gəlməlidir. 2 dəqiqə qaydası bilirəm ki, sizə hal-hazırda qeyri-təbii görünür. Gəlin sizə bir nümunələr deyim və bu nümunələrin icrasına başlayın. Tutaq ki, qaçışa yollanın, amma 2 dəqiqədən sonra dayanmalısınız. Meditasiya etməyə başlayın, amma 2 dəqiqədən sonra dayanmalısınız. Tutaq ki, hədəfiniz buraxılışda listening-i ingilis dilinə səhvsiz yazmaqdırsa, demək ki, gündə siz özünüz üçün kiçik hədəflər götürməlisiniz. Tutaq ki, bir gün içərisində mən 5 dəfə listening practice eləyəcəm. Amma bunun üçün yadınıza salım ki, sizin 2 dəqiqəniz var. İngilis dilini öyrənmək üçün masa arxasına oturun, ancaq 2 dəqiqədən sonra masadan durmalısınız. Dostlar, mahiyyət bundadır ki, başlanğıc üçün üsul deyil. Sizin vərdişinizə yalnız 120 saniyəlik icazə verilib. Digər bir nümunəni gətirim. Tutaq ki, yaxşı bir formda qalmaq istəyirsinizsə, yaxşı bir bədənə sahib olmaq istəyirsinizsə, əlbəttə ki, trenajora getməlisiniz, yəni idman zalına getməlisiniz. Başlaya bilmirsinizsə, siz əvvəlcədən özünüzə 2 dəqiqə qaydasını tətbiq eləməyə artıq başlamalısınız. Buna 2 dəqiqə, 5 dəqiqə də götürə bilərsiniz. İdman zalına daxil olursunuz və 5 dəqiqədən sonra çıxırsınız. İnanın mənə, bu sadaladığım nümunələri 1 və yaxud da 2 həftə elədikdən sonra özünüzə bir sual verəcəksiniz ki, onsuz da hər gün 2 dəqiqə bu işlərlə məşğul oluram, bəlkə daha çox məşğul olum. Artıq siz bu 2 dəqiqə qaydası sayəsində eləmək istədiyiniz işləri uzun müddət icra edərək 1-2 ildən sonra artıq bu sahədə həqiqətən də bir yaxşı fərdə çevriləcəksiniz. Bu sahə üzrə mütəxəssisə belə çevrilə bilərsiniz. Yəni təsəvvür edin, hər gün üzərində işləməli olduğunuz layihələr artıq fokuslamalı olduğunuz müddət artıb və siz bu sahə üzrə möhtəşəm birinə çevrilə bilirsiniz. Dostlar, qısa olaraq 2 dəqiqə qaydasının mahiyyətini sizə izah edeyim. 2 dəqiqə qaydası bu fərziyyəni irəli sürür ki, yəni biz dəyişiklərin bu yönü haqqında nadir hallarda düşünürük, çünki bütün fikrimiz son nəticəyə yönəlib. Tutaq ki, məqsəd qurursunuz, o son nəticəni düşünürsünüz, amma o nəticə üçün icrası mümkün olan hər hansısa bir fəaliyyətiniz yoxdur. Halbuki bir dəfə dartınmaq, tutaq ki, nümunə olaraq deyirəm, məşqlərə ümumiyyətlə getməməkdən daha yaxşıdır. Gitara çalmaq istəyirsinizsə, gitarada 1 dəqiqə belə ifa etmək onu ümumiyyətlə ələ götürməməkdən daha yaxşıdır. Gecə yatmamışdan qabaq kitab oxumaq istəyirsiniz. Kitabı 1 dəqiqə də olsa oxumaq onu heç üzünü açmamaqdan daha yaxşıdır. Yəni bizim son olaraq hikmətamiz fikrimiz buradan nə çıxır, nəticə olaraq nəyi öyrənməliyik? İstədiyindən az etmək heç nə etməməkdən daha yaxşıdır. Dostlar, gündəliyin aparılması daha bir nümunədir. Fikirlərinizi kağıza yazmaq həmişə faydalı olub, faydalı olacaq da. İstəyir neçə il keçsin bu dönəmdən, amma əksər insanlar bir neçə gündən sonra bundan əl çəkir və ya ümumiyyətlə gündəlik tutmurlar, çünki bunu öhdəlik kimi qəbul edirlər. Sir ondadır ki, məcburiyyət hissinə yol verməyəsiniz. Britaniyalı məşhur biznes məsləhətçi Greg McKeown gündəliyə yazmaq istədiklərindən daha az yazmaq vərdişi formalaşdırmışdı. Baxın, çox maraqlı bir faktdır. O həmişə bezmə həddinə çatana qədər yazmağı saxlayırdı. Ernest Hemingway, yəni ədəbiyyat oxuyanların bildiyi qoca və dəniz əsərinin müəllifi, yazıçılara oxşar məsləhət vermişdi ki, hər şeyin əla yazıldığı vaxtda ən yaxşısı dayanmaqdır. Dostlar, bu üsul həm də başqa səbəbdən işə yarayır. O sizin arzuladığınız identikliyi, yəni sizin kimliliyinizi yaradır.
ard-arda hər gün idman zalına gəlirsinizsə, lap 2 dəqiqəliyinə də olsa yeni kimlik xeyrinə səs yığmış olursunuz. Siz formaya düşmək haqqında düşünmürsünüz. Yəni fikriniz məşqləri buraxmayan adama çevrilmək üzərində cəmləməkdir. Olmaq istədiyiniz insan kimi xarakterizə edən minimal hərəkətlər icra edirsiniz. Baxın, yenə təkrarlayıram. Olmaq istədiyiniz insan kimi xarakterizə edən minimal hərəkətlər, çox sadə hərəkətlər icra edirsiniz. Bu da sizi bir neçə ildən və yaxud da bir neçə həftədən sonra öyrəşə bilsəz, yeni bir şəxsə çevirməkdə çox mühüm amil oynayan nüanslardan birinə çevrilir. Bunu yadda saxlayın. Dostlar, istəyirəm ki, gündəlikdən söz açmışkən mən də sizə bunu buradan götürək, öz gündəliyimdən danışım. Gördüyünüz kimi mənim gündəliyim budur dostlar. Baxın, yəni neçənci ildən mən bunu tutmağa başlamışam? 2023-cü il 25 dekabr tarixi, hətta gecə 11-in gecə yarısı deməyək buna, axşamüstü 11-in yarısı. Baxın, 2023-cü ildən başlayaraq burada mənim hər gün olmasa da günötürü olaraq öz düşüncələrimin yer aldığı səhifələr və baxın, bu da mənim bu fokus müddətimin qrafiki, bu yuxu müddətimin, bu isə yəni gündəlik qaçışlarımın və yaxud da sairə. Siz bunu tutmaqla baxın, baxaq görək axırıncı qeydim nə vaxt olub bura. 20 iyun tarixində səhər günorta üstü 12 işləmiş. Bu gündəliyi mən Dream True Goal kimi adlandırmışam, çünki bilirəm ki, bu mənim yeni bir şəxsə çevrilməyimdə çox vacib rol oynayacaq. Yəni deməyim budur ki, gündəliyi tutmaq sizi məncə yeni bir insana həqiqətən çevirə bilmək gücünə malikdir. Dostlar, indi isə gəlin sizə maraqlı bir cədvəl təqdim edeyim. Biz bilirik ki, bizim bir günümüz 24 saatdır. Əgər yer planetində hər hansısa bir nəzəriyyə səhvi yoxdursa, 24 saat olduğunu nəzərə alaraq sizə belə bir sxema hazırlamışam. 24 saatım nəyə sərf olunur? Əgər burada gördüyünüz bu variantları düzgün şəkildə cavablandırsanız, demək ki, həqiqətən 24 saatın hara sərf olunduğunu qavrayacaqsınız və ondan sonra düzəltməyə çalışacaqsınız. Bu sxemin belə bir maraqlı cəhəti var. Məsələn, siz yuxunuzu məncə dəqiq bilirsiniz ki, neçə saat yuxu alırsınız 24 saat ərzində. Tutaq ki, gəlin mən bunu özümün üzərində, yəni özümə məxsus məlumatlarla doldurmağa başlayım. Tutaq ki, mən 7 saat yuxu, B variantı 7 saat. Mən 7 saat yuxu alıram. Okey, 7 saat. İşimi dəqiq bilmirəm, çünki yəni günümün çox böyük hissəsi işimlə gedir. İşlə məşğul olmaqla keçir. Faydalı bilgi almaq. Bu məndə biraz problemdir. Çünki həqiqətən problem dedikdə, yəni çox sahə üzrə faydalı bilgi almaq artıq məndə fəaliyyətini dayandırıb. Bu məktəb illərində çox idi. Xüsusilə də məktəb günlərində intellektual yarışlarımız olurdu. Gəlib araşdırmalar aparırdım dünyəvi məlumatlarla bağlı. Yəni burada əlbəttə ki, mən sizin hansısa qrup olub tarixdən hansısa bir faktı əzbərləmənizi faydalı bilgi kimi götürmürəm. Çünki bu məlumatlar, yəni xüsusilə bəli tarixdən ümumi fikrə, 1-ci Dünya müharibəsi, 2-ci Dünya müharibəsi, bəzi faktlara sahiblənmək lazımdır, amma bizim yəni təhsil sistemimizdə öyrəndiyimiz o əzbərçilik gələcək həyatımızda əlbəttə ki, hamımızın bildiyi kimi, hamımızın dedikdə təfəkkürü olan insanın bildiyi kimi gələcəkdə heç bir işimizə yaramayacaq. Hətta Orxan İbadovun da qeyd etdiyi kimi universitetdə öyrəndiklərimiz də bizim heç bir işimizə yaramayacaq. Ona görə biz özümüzə yatırım eləməliyik. Nəysə, niyə bu söhbət bura gəldi onu bilmədim. İnsan həqiqətən özünə sərf eləyən bir məlumatı öyrənərkən həzz alır. Faydalı bilgi almağa mən nə qədər vaxt ayıraram? İndi hal-hazırda bir sahə üzrə faydalı bilgi alıram. O da marketinqlə bağlıdır. Sizə deyim ki, həqiqətən faydalı bilgi almaq hardasa məndə bir 4-5 saat tutur. Çünki yuxudan oyandıqdan 1 saat sonra başlayıram marketinqlə məşğul olmağa. Bunu işim götürmürəm. İşimi birazdan qeyd eləyəcəm nədir mənim. Faydalı bilgi almaq Y variantına yazırıq 5 saat. Ən minimumu, yəni həqiqətən deyirəm, minimumu 5 saat vaxtım alır mənim marketinq işi. Faydalı bilgi kimi götürürəm bunu, yenə dediyim kimi. B variantını elədim, Y variantını elədim, oyun qalır. Bu aralar oyun oynayırdım. Futbol oyunu, yəni qardaşımla. Lakin onu sildim. Oyun dedikdə, yəni maksimum mənim 30 dəqiqəm alar oyun.
Telefonumda biraz əvvəldə də dediyim kimi səmimi olacağıq demişdim. Ona görə telefonumda sadəcə Subway Surfers oyunu var. Onu da demək olar ki, son bir həftədir heç oynamıram, yəni açmağa vaxt olmur. Oyunu da yazırıq sizlə bir yerdə. C variantına yazırıq 30 dəqiqə. Hələ bu maksimumdur. 1 saat olduğunu görməmişəm bu son 2 həftədir. C variantında elədik. Zaman öldürməyi biraz açmaq lazımdır. Zamanı öldürən amillər var. Okay? Bunu başqa bir yerdə qeyd eləyim mən. Deməli dostlar, onları burada qeyd eləyəcəm. Zamanınızı öldürən 2 əsas düşməniniz var. 1. Yəqin ki, oxuya bilirsiniz. Müasir dövrün ən qlobal problemlərindən biridir. Bu proqram yox. Bu proqramı istifadə edənin ondan istifadə müddəti. Yəqin ki, bilirsiniz bu nədir? Bu 2 düşmən sizin zamanınızı öldürən lazımsız 2, buna mən proqram deyərdim. Yəni şey də demək olar. 2 şeydir bu. Sizin vaxtınızı, zamanınızı yeyən, sadəcə boşluğunuza düşən həmin o məsələn 4 saatınızı ala bilər bu. Bir gününüz boyu siz bu ikisine baxa bilərsiniz. Bu o deməkdir ki, sizin həmənki gününüz məhv oldu, yoxdur ki. Yəni inanırsınız yoxdur. Ən azından belə deyim ki, yuxudan oyandıqdan 2 saat sonra baxın bunlara. Səhər-səhər oyanıb direkt baxırsınızsa, buradan Rəşad Bağıyevi izləyənlər əminəm ki olacaq. Rəşad Bağıyevin də qeyd elədiyi kimi, yuxudan oyandıqdan bunu sadəcə Rəşad Bağıyev qeyd eləmir. İnkişafla bağlı istənilən kitabı oxusaq siz bu fakta rast gələcəksiniz ki, yuxudan oyandıqdan ən azı 2 saat sonra bu tədbiqlərə baxmalısınız. Çünki beyninizin aktiv olduğu həmin o necə deyim, elmi dildə danışıla bilmirəm. Yəni aktiv olduğu həmin o korteks var. Beynin prefrontal korteks deyəsən, bəli, səhv eləmirəmsə. Bunu da hardan öyrənmişəm? David Eagleman'ın Beyin kitabından. Orada olan aktiv hüceyrələr, yəni prefrontal korteksin hüceyrələri orada ölür. Gününüz üçün bəlkə də aktiv dopamin detoksu həmin hissədə olur və siz yoxsuz. Səhər-səhər bu 2 proqrama baxdıqsa siz yoxsuz. O gününüz yoxdur sizin. Bunu mən həqiqətən özümdən görmüşəm. Sadəcə bir nəzəriyyə üçün yuxudan oyandıqdan sonra bu ikisindən birinə girirsiniz. Məndə TikTok həll olmayıb heç vaxt. Düzdür, evdəkilərdə var, mən amma TikTok heç işlətmirəm. Instagram mənim vaxtımı çox öldürürdü zamanında. Yəni səhər oyanırdım, daxil olurdum və bir də gördüm 4-5 saatım yoxdur. Təsəvvür eləyin. Hal-hazırda Instagram da işlətmirəm. Bu aralar silmişəm. Yəni əgər şəxsi işiniz varsa, layihəniz varsa, bu 2 tətbiq telefonunuzda olmamalıdır, həqiqətən. Amma siz həqiqətən də çox böyük iradə sahibisinizsə və bu iradənizə güvənirsinizsə, deyərdim ki, heç TikToka ehtiyac yoxdur. Sadəcə Instagram telefonunuzda olsa, yenə deyirəm, vaxtınızı düzgün bölə bilirsinizsə, yəni zamanınızı öldürmək üçün yaşamırsınızsa, bu ən azından Instagramda olsun ki, siz vaxt keçirə bilərsiniz. O da maksimum yarım saat, yəni. İşinizi, layihənizi bitirdikdən, uğurla bitirdikdən sonra bu ikisindən birindən yenə deyirəm, yəni mən ən çox Instagramı burada nəzərdə tutardım. 30 dəqiqə baxa bilərsiniz. Çalışın ki, telefon müddətiniz 4 saatdan çox olmasın. Bilirəm çətindir. Yəni iş adamları üçün 10 saatdan da çox ola bilər. Baxırsınız nədə vaxt keçirirsiniz. Əgər sizin proqramlar üzrə vaxt keçirmə müddətiniz də bu 2 proqramdan biri öndədirsə, demək siz məhsuldar bir gün keçirməmisiniz həmin gün olaraq və o günü uğurlu başa vurmamısınız. Amma yatanda elə bilirsiniz ki, bu gün sizin üçün möhtəşəm bir gün kimi keçib, amma belə bir şey yoxdur. Bu 2 proqramdan biri üstünlüyü təşkil edirsə, həmin o zaman müddətində siz məhsuldar bir insan deyilsiniz. Bunu belə nəzərdə saxlayın. Gələk bu sxemə dostlar, zaman öldürmək məsələsini təhlil etdikdən sonra mən hal-hazırda zaman öldürən heç bir proqramım yoxdur. Sadəcə, yəni videolar editləyərkən bəzi tədbiqlərdən istifadə edirəm. Bunu mən götürəcəm, ən çox zamanı öldürdüyüm dönəmə götürəcəm. Instagramın olduğu dönəmə götürəcəm bunu. 2 saatım gedərdi. Həqiqətən, yəni 2 saat rahat gedir Instagrama. Bu da D variantının cavabı. Baxın, oyunun həqiqətən bu sxemin maraqlı bir cəhəti var ki, siz dəqiq bilmədiyiniz bir şey axırda qalır.
Siz həqiqətən də məhsullar bilirsinizsə, işiniz baxın, məndə nə qədər qaldı? 12, 14 saat, 30 dəqiqə, 10 saat. Yox. Riyaziyyat oxumuruq, ona görə biraz şey oldu. Gözləyim 5 dəqiqə, 12, 14 saat 30 dəqiqə. 30 oradan, 9 da oradan. 9 saat 30 dəqiqə mən işə sərf eləyirəm demək vaxtımı. 9 saat 30 dəqiqə. Necə olur? Gəlin sizə bunu başa salım. Demək dostlar, 7 saat yuxu yatmaq istəyirsinizsə, baxın. Bu 7 saat, həqiqətən 7 saat sizi yaxşı bir yerlərə gətirib çıxaracaq. Yadınızda saxlayın. 7 saat yuxu yatmaq istəyirsinizsə, 11-də yatın və 6-da oyanın. Başqa, yəni necə deyim? Mənim tövsiyəm budur. Hər bir insanın yuxu saatı var. Məsələn, siz 2-də yatıb 5-də dursaz belə günə enerji ilə başlaya bilərsiniz. Məndə də bu bir neçə gün olur, amma o sizin həqiqətən də əhval-ruhiyyənizdən asılı olur. Amma 7 saat yatmağa çalışın. Dediyim kimi 11-də yatın, 6-da oyanın. 6-da oyandıqdan dediyim kimi 6-da oyandıqdan sonra bu iki lazımsız şeyi qırağa tullayırsınız. Qırağa tulladısa, gəlirik yenidən bura. Tulladısa 1 saat səhər yeməyi, nə bilim, dişinizi fırçalamaq və yaxud da kitabınızı oxumaq bir 15 dəqiqə. Bunları etdikdən sonra 7-də başlayırsınız əsas sizə məxsus olan işə. Abituriyentsizsə dərslərinizə başlayırsınız. Nə bilim, biznesmensizsə sahibkarlığı araşdırırsınız və yaxud da sairə. Demək, işə 9 saat burada gedəcək. Yəni bu mənim üçündür, yəni bu mənə aid olan bir sxemdir. Sizin sxeminiz əlbəttə ki, fərqli olacaq. Dediyim kimi, yəni oyandınız, bir 2 saatlıq fokus biraz ara, yenə 2 saatlıq fokus, yenə biraz ara çıxın gəzintiyə və yaxud da marketə gedin, istədiyiniz şeyləri alın. Gəldikdən sonra bir artıq məncə sosial şəbəkəyə girin artıq. Instagrama falan girin, çünki siz artıq 4 saat fokuslanmış olmusunuz. Bunu da qeyd edeyim ki, 4 saat fokuslanmısınız siz. 30 dəqiqə kimi sosial şəbəkədə vaxt keçirəndən sonra, amma 30 dəqiqə baxın. Yenidən 2 saat fokus. Baxın, 6 saata çıxdı bizim fokus müddətimiz. İşinizə artıq 6 saat vaxt ayırmısınız. Bu elə belə şey deyil. Tam fokuslu müddətdən burada söz açıram. 6 saat vaxt ayırmısınız. Sonra da isə artıq bitirin işinizi. Həqiqətən bitirin. Ailənizlə vaxt keçirin. Hobbilərinizi yenidən icra eləyin. Dostlarınızla görüşün, bir futbol maçı eləyin. Nə bilim, nədən xoşunuz gəlir onu eləməyə baxın. Və siz günün sonunda 11-də yatağa girərkən görəcəksiniz ki, necə məhsuldar bir gün keçirmisiniz. Baxın, təsəvvür eləyin, siz artıq yatmağa getmisiniz. Biz bayaq qeyd etdik ki, yatmamışdan qabaq kitab oxumaq kimi bir vərdişə sahib olmaq istəyirsinizsə, kitabı açmalısınız. Başqa heç bir yolunuz yoxdur. Kitabınızı da oxuyub artıq yuxuya getmisinizsə, getməmişdən qabaq düşünəcəksiniz. Baxın, nələr etmişəm. 6 saat işimə sərf eləmişəm. Baxın dostlar, mən abituriyentlərə bunu tövsiyə edərdim ki, abituriyent dedikdə, yəni universitetə girməyə hazırlaşanlara bunu tövsiyə edərdim ki, öz dərsinizə sadəcə dərs kimi baxmayın, iş kimi baxın. Sizin işiniz budur. Məsələn, tutaq ki, bir ofis işləyirsiniz, dərs elədiyiniz mühiti ofis kimi təsəvvür eləyin və işinizə fokuslanın. Harda qalmışdıq? Bəli, yatmamışdan qabaq düşünürsünüz. 6 saat mən işimə vaxt ayırmışam. Sosial şəbəkəyə belə baxmışam mən. Təsəvvür eləyin. Dostlarımla bir futbol oynamışıq biz. Necə deyim, yəni həqiqətən hobbilərini yerinə yetirmisən, ailənlə yaxşı bir vaxt keçirmisən. Bu nəyin nəticəsidir? Sənin 11-də yuxuya gedib 6-da oyanmağının nəticəsidir. Beləliklə sən bu proqramı, rutini tətbiq etməklə bir günlük yox, 2 həftə tətbiq elə, ondan sonra artıq vərdişə çevriləcək ki, sən alarm qoymadan artıq saat 6-ya qalmış duracaqsan, 6-nın yarısı səninlə həqiqətən mərc dura bilərəm ki, 2 həftə sonra sən vərdiş kimi bundan sahiblənəcəksən və 1-2 həftə tətbiq etdikdən sonra anlayacaqsan ki, dərk eləyəcəksən ki, artıq məhsuldar bir adama çevrilmisən. Yəni 6 saat dərs oxumaq həqiqətən fokuslu dərsdən söhbət gedir, yəni həqiqətən fokuslu dərsdən. Məktəblisinizsə, əlbəttə ki, işiniz biraz çətindir. Biraz burada artıq proqramı dəyişməli olacaqsınız. Tutaq ki, mən özümdən nümunə gətirim. Ətrafımda, yəni oxuyan dostlarım da belə eləyirdi. İstəyən gecəyə qədər dərs eləyir, istəyən 11-ə kimi eləyib, var gücündən əlindən gələni eləyib, 11-də yatıb, bu dəfə 5-də oyanırdı. Buna görə də biz burada yuxudan qısmalıydıq. Çünki əgər sizin hədəfiniz varsa, nədənsə bir şeydən qısmalısınız. Nəsə bir şey əski ilə eləməlisiniz ki, həmin hədəfə çata biləsiniz. Yoxsa hər şey mükəmməl olub,
o hədəfə çatacaqsınızsa elə bir mif yoxdur, yəni buna inanın. Nəysə bir şeyi kəsməlisiniz ki, nəysə itirməlisiniz ki, beyninizdə o xəyalını qurduğunuz məqsədə çatasınız və o artıq xəyal olmaq məfhumundan çıxar, real məqsədə çevrilər. Bir şeyi itirmədən bir şeyə nail olmaq olmur. Bunu da yadınızda saxlayın. Və sizdən həqiqətən də bu tövsiyəm bu olar ki, bu gördüyünüz 4-5 variantı qabağına başlayın yazmağa. Özünüzə suallar verin. Bayaqki suallardan verin özünüzə. Cavablandırın. Cavablandırmasaz yenə də necə güvənsiz olduğunuz sizin beyninizə bir siqnal göndərəcək. Ona görə də özünüzə güvəniniz azalacaq. Özünüzə yaxşı suallar verin. Yaxşı insan olun. Sağ olun, salamat qalın. Çalışın inkişafsız qalmayın deyəcəm, amma əgər həqiqətən videoda sənə cüzi də olsa faydam toxundusa, videonu bəyənə bilərsən, dostunla paylaşa bilərsən ki, o da inkişaf eləməyə çalışsın, bacardığı qədər əlindən gələni eləsin, müasir dövrdə qatlaşmaq üçün. Gələn videolarda görüşənədək necə bir video istəyirsinizsə şərhlərdə bölüşə bilərsiniz. Bu video ilə əlaqədar hər hansısa bir fikriniz varsa şərhlərdə bölüşsəz həqiqətən çox sevinərəm. Bir sözlə sağ olun, salamat qalın, çalışın heç vaxt inkişafsız qalmayın. Gələn videolarda görüşənədək.